will see the dancers and across the dancers you will see the ceremony grandstand. Okay. Yəqin ki, bu videonu görmüsünüz. Bu videodan sonra mən inanılmaz dərəcədə geri dönüşlər aldım ki, bəs ingilisini necə öyrənmək lazımdır? Hazırlıq elə, biz sənin yanına gəlmək istəyirik, onlayn dərs keçirsənmi, övladımı sənin yanına qoymaq istəyirəm. Acil durum. Ona görə də mən də bu qərara gəldim ki, sizlərlə birlikdə həftədə 2 dəfə görüşək və bunu onlayn olaraq Zoom üzərindən eləyək. Onlayn eləməyimin məqsədi ondadır ki, əvvəlcə bir-birimizi tanıyaq, nə qədər daha uğurlu alınar bunu bilək. Daha sonra əgər mümkün olsa əyaniyə keçirdək. Eyni zamanda mən özüm də tələbəyəm. Vaxt baxımı mənasında onlayn məncə həm mənə, həm də sizə daha faydalı olacaq. Belə ki, dərslərimiz əsasən speaking-ə əsaslansın. Yəni sırf danışıq əsaslı olsun. Bir növ conversation yaradaq və 1 saat və yaxud 1 saat yarım ərzində müəyyən mövzunu müzakirə edək. Məsələn, tutalım ki, bu həftə təbiətdən danışdıqsa, gələn dəfə sosial mediadan və sair danışaq. Əslində həm mənə, həm də sizə daha faydalı olacaq. Daha ətraflı məlumat üçün isə bu videonun altına sadəcə plus yazmağınız kifayətdir ki, mən sizə geri dönüş eləyim. Öncədən hər birinizə uğurlar arzu eləyirəm. Və onu da sizə deyə bilərəm ki, bəlkə dərsin sonlarında artıq gələcək YouTube videomu, gələcək videolarımı müzakirə eləyərik.